Qonağımız stomatoloqdur bugün. Deməli, Fuad Nağızadədən söhbət gedir. Sabahınız xeyir, xoş gəlmisiniz. Sabahınız xeyir olsun, xoş gördük. Fuad bəy daxil olan kimi studiyaya açıq məni şoka saldı və mən hal-hazırda hələ də özümə gələ bilməmişəm. Onu qoy. Mən davam edeyim. Deməli, məsələ nədir? Fuad bəy, xoş gördük, xoş gəlmisiniz. Amma birinci xəbərimiz xoş deyildi. Yəni, həkimlərin, stomatoloqların, bəzilərinin diplomsuz olduqlarını söylədiniz. Yəni, həkim deyirlər. Bəli. Ölkədə olan diplomsuz həkimlərin sayı demək olar ki, bildiyiniz gördüyünüz stomatoloqların 70-80%-dir. Və rayonlarda bu 90%-dir, belə deyim. 90%. Yəni, hər hansı bir yeri diplomsuzdur. Hər hansı bir yeri bitirməyib. Beləcə öyrənib. Beləcə həkim. Beləcə biz doktor deyirik, stomatoloq həkimdir də. Həkimdir stomatoloq. Onlar bərbər kimi öyrənirlər. Cərrah, necə ki, nə bilim, digər məsələn nevropatoloq. Bəli, nevropatoloq olsun və yaxud digərli həkimlərimiz var, nə bilim, göz həkimi falan. Stomatoloq da dişlərin müalicə edən insan sağlamlığına və yaxud da ki, onun hər hansı bir səhvi insan dünyasının dəyişməsinə kimi gətirib çıxara bilər. Necə ola bilər ki, bir insan bu qədər rahat olub, yəni kimisə əlinə baxıb öyrənir? Bəli, yəni onlar belə deyim də, bərbər kimi öyrənirlər, belə deyək də. Əslində onu öyrədənlərin günahları belə deyək, həkimlərdir ki, onlar bəziləri öyrədirlər və yaxud kurslarda diplom tələb edilməli. Pula görə? Yəni pula görə, bəli. Pula görə belə deyim də, öyrədirlər, şey eləyirlər, ondan sonra da onların yaratdığı problemlər bizim üstümüzə gəlir. Deməli biz stomatoloqa gedəndə artıq birinci ona diplomunu soruşmalıyıq. Bəli. Harda təhsil aldığını soruşmalıyıq. Mütləq 100%. Gəlin belə bir şey eləyək. Sizdə özəldir kabinet olaraq, yoxsa xəstəxananın içərisində? Xəstəxananın içərisində özünüzə aid bir kabinet. Məsələn, mən stomatoloqam. Özümə şəhərin müəyyən bir hissəsində yer götürüb, bir balaca tikili eləyib orada stomatoloji kabinet açmaq istəyirəm. Bu məsələlər necə tənzimlənir? Məndən diplom falan soruşurlar ki, abala sənin nəyin var? Sən axı kimsən gəlib stomatoloq olursan? Artıq son zamanlarda belə deyim, də klinikaların da başı yandığı üçün artıq soruşurlar və istəyirlər. Amma lakin şəhərdəki bir çox belə deyim klinikalara baxsaq, onların 50%-dən çoxu ya biznesmenlərə aiddir, ya texniklərə aiddir, diş həkimlərinə aid deyil. Ya onlar açırlar, sonra həmin otaqları belə deyim arenda verirlər. O formada olur. Özdə diş məsələsi çox həssas bir nöqtədir. Niyə? Çünki müəyyən xəstəliklər var ki, əgər o qaydalar var, onlara əməl eləməsən bir çox sağalmaz xəstəliklərə qədər, viruslara qədər gəlib düşə bilər sənin bədəninə. Mən Türkiyədə işlədiyim müddətdə heç bir xəstəm mənə gəlib soruşmurdu ki, sterilizasiyası var, yoxsa yoxdur. Mən burada artıq xəstələrimə həm video göstərirəm ki, baxın bizim sterilizasiyamız belədir, həm də paketləri göstərirəm ki, baxın paketli formadadır. Amma Türkiyədə məndən bunu soruşan olmadı. Burada artıq bir çox insanın dili yandığı üçün artıq hər şeyi soruşurlar. Demək olar ki, həkimsizmi və s. Mənə gələnlər çox soruşmur, çünki Instagram profilimdə sabitləmişəm Türkiyə diplomumu. Ona görə məndən elə soruşmurlar, amma bir çox insanlar artıq başlayıblar soruşmağa. Bu da yaxşı bir haldır. Bir çox insan əslində soruşmalıdır ki, hara gedir, hardadır, necədir və s. Çox maraqlıdır əslində. Gəlin indi qayıdaq bu məsələyə, qoyaq qırağa, qayıdaq diş məsələsinə. Bugün təbii ki, biz müxtəlif yenilikləri öyrənirik, bilirik ki, insanlar dişlərə qulluq necə olmalıdır, necə doğru olmalıdır, neçə müddətdən bir həkimə müraciət etmək lazımdır, stomatoloqa müraciət etmək lazımdır. Belə deyim, iş başda qulluqdan başlayaq. Əslində bir çox insan ilə başa düşür ki, macunlar çox böyük rol oynayır dişlər. Lakin elə deyil, əslində qalsa burada digər faktorlar daha çox rol oynayır. Birincisi, içdiyimiz suyun keyfiyyəti çox önəmlidir. Oradakı fluorid miqdarı yüksək olmalıdır ki, dişlər sağlam olsun. Baxsaq, Şəki, Zaqatala, Qəbələ zonasında əvvəllər Qəbələ RLS olduğu üçün orada yod yoxdur. Yod çatışmazlığı var. Ona görə oradan gələn pasientlərin ağzını mən direkt ağzına baxanda xəstənin hansı bölgədən olduğunu ki, bilirəm artıq Bakıya gələndən. İkinci olaraq fırçalama texnikaları bir çox insanda səhvdir. Birincisi 10-15 saniyə və sadəcə ön dişlər fırçalanır. Lakin arxa dişlər də fırçalanmalıdır. Eyni zamanda bir çox insan fırçanı yuxarı aşağı edib bitirir. Lakin elə deyil. Əslində orada bir sıralama ardıcılığı var. Bu nədir əslində? Birincisi, əslində süpürmə hərəkəti ilə yuxarıdan aşağıya doğru diş təmizlənməlidir. Aşağı çənədə də aşağıdan yuxarı. Bunun məqsədi məntiqi nədir? Əslində qidalar bir çox insanda əgər yemək yedikdən sonra fikir vermişsə diş ətinə yaxın hissədə toplanır. Ona görə ilk başda üst çənədə yuxarıdan aşağıya, aşağı çənədə isə aşağıdan yuxarıya doğru
doğru ön və arxa hissə fırçalanmalıdır. Daha sonrasında dişlərin kəsici hissələri fırçalanmalıdır. Aha. Daha sonra 3-cü mərhələdə isə həm diş ətinə, həm dişə yuvarlayaraq həm yuxarı aşağıya doğru fırçalanmalıdır. Saat əqrəbi saat əqrəbi istiqamətində və yaxud da əksinə. Və ya əksinə. Daha sonra dil fırçalanmalıdır, ondan sonra da Dil bitirilməlidir. necə fırçalayasan? Yəni dili fırçalananda Dil bəzən adamlar fırçalamanın da məntiqi budur. Fikir vermişsə çay, kofe, siqaret çəkən insanlarda Aha. dilləri qara olur. bəli. Hətta bir çox qarqaranın da bir həftədən çox istifadə edəndə dildə yenə tüşlü dil dediyimiz, qıllı dil dediyimiz bir xəstəlik var əslində. Dildə qaralma olur. O da Aha. yandığına görədir. Dili niyə fırçalayır? Çünki ağzı fırçaladıq, dişləri fırçaladıq, təmizlədik, lakin bizim yediyimiz bütün qidaların ərkləri dildə qalır. Biz əgər dili fırçalamasaq yenə ağızda o bakteriyalar və yaxud qidalar qalır. Ona görə problemlər yaşanır. Müasir fırçalarda özdə mən sənə bir şey deyim, o dili fırçalamaq üçün hissə var. Bəli, xüsusi şey hissə Fırçanın var, alt hissəsində. ya da ayrıca satılır bəzən. Ha? Aha, bəli. Perixdən söhbət 0-2 Perixdən gedir, dərəcəsi Perixdən. Ağzı yaxalanmaq nə dərəcədə doğrudur? Dişlərə mənfi və müsbət tərəfi varmı, mövcuddur? Ümumiyyətlə belə deyim, mən pasientlərimə genəldə qaya duzu, qırmızı duz, əsl duz əslində qırmızı duz sayılır. Bizim gündəlik istifadə etdiyimiz duzlar ağ rəngdədir və genəldə üstündə rəngləndirici maddələr var. Yəni minerallaşma demək olar ki, çox azdır. Normalda amma qaya duzunda, qırmızı duzda mineral sayı Mendeleyevin cədvəlində görünəndə demək olar ki, 70-80% mineral əslində sadəcə qırmızı duzda var. Ona görə pasientlərimə genəldə onunla qarqara etməyi tövsiyə edirəm. Satışda satılan o xloroksin tərkibli qarqaralar da çox tövsiyə edirəm. Çünki bir həftədən sonra, bəzən 2-3 həftədə artıq pasientdə görürük ki, həm diş ətlərində qaralma var, həm dişlərində, həm də dillərində qaralma yaranır. Ona görə sadəcə qaya duzu, Himalay duzu. Himalay mağazalarda satırlar Bəli, əslində. qırmızı duz. O təmizdir, görəsən. Ümid edirəm. Bəs Ən azından ağ duzdan daha yaxşıdır. ağız yaxalamaq üçün o xüsusi Onları tövsiyə eləmirəm. tövsiyə etmirsiniz. Mən tövsiyə eləmirəm. Aha. Mən- Perix də tövsiyə etmirsiniz. Yox, tövsiyə eləmirəm. Aha. Rex ancaq- başqa şeylərdə istifadə oluna bilər, düzdür. Stomatologiyada amma çox az yəni. Yəni bakteriyanın sadəcə bakteriya öldürməsi üçün istifadə oluna bilər də. belə. Yəni məsəl üçün qrip olanda və s. burnu yaxalamaq üçün və yaxud boğazı yaxalamaq üçün okey ola bilər, amma belə genəldə çox da tövsiyə olunmur. Bəs təbii ki biz dişlərimizi qorumaq bir də bununla bərabər həm də diş sapı var. Ondan da Bəli. istifadə etməyi. Diş sapı mütləq tövsiyə edirəm. Hətta balta tipli diş sapları var. Normal digər diş saplarının istifadəsi biraz narahat edir insanları. Aha, Çünki çətin olur. onu qopardırsan sonra dişlərin arasına salsan biraz çətindir, amma balta tipli diş ipləri daha çox yayğınlaşıb. Mən özüm də demək olar ki, həmişə iş yerində də qoymuşam, işdə də, maşında da, hər yerdə qoymuşam. Hara gedirəmsə artıq hətta evimizə kimsə gəlirsə də süfrədə diş çöpü yox, diş ipi qoyuruq ki, insanlar rahat təmizləsinlər. Yəni diş ipi o bir dəfə istifadə olunur, daha sonrasında zibil Atılır atılır. çölə. Aha, o çox daha rahatdır. Ümumiyyətlə bəs digər tərəfdən təbii ki biz dişlərimizin sağlam olmasını istəyirik və müntəzəm olaraq müxtəlif yeməklər filan, beşməkan onlara bir diqqət edirik də ki, insanlar bundan istifadə edir. Amma son dönəmlərdə insanlar artıq bu xüsusi ağartmaq, gedim nə bilim həkimə ağardım. Ondan sonra venir vurum və salam. Nə dərəcədə doğrudur bu gün texnologiya nəyə göstərir? Venirin yeni növləri və fərqli bir növləri çıxdımı? İstəyirəm ki bu barədə danışasınız. İlk öncə bunu deyim ki, mən Bakıya 1 ildən çox da artıq gəlmişəm. Bakıda hal-hazırda bəlkə 1 il ərzində məndən çox bəyazlatma eləyən həkim yoxdur yəni. Aha. Yəni diş daşlarını normal təmizləyib, sonra airflow eləyib, daha sonrasında ultrabənövşəyi işıqla 2 seans ard-arda bəyazlatma edirik. Bu dişlərə hər hansı bir ziyanı yoxdur, öz dişlərimizə də, dostlarımızın və s. də eləyirik. Yəni bunun hər hansı bir ziyanı yoxdur. Bəzi həkimlərin əlində material olmadığına görə deyirlər ki, ziyanlı, amma əslində heç bir ziyanı yoxdur. İlk öncə pasiyentə bildirirəm ki, bunu eləyə bilərsiniz. 6 ay ilə 2 il arası qalıcılığı olur. Bu sizin siqaret, çay, kofe içməyinizə bağlı olaraq, gigiyenanıza bağlı olaraq bu dəyişə bilər. Əsasən evlənəndən öncə çiftlər belə deyim, cütlüklər gəlirlər yanımıza, onlar bəyazladılar ki, şəkillər daha qəşəng düşsün. Qaldı ki veniri də belə deyim də artıq belə deyim, internetdə gördüyüm qədərilə 18-19 yaşında uşaqlar artıq başlayırlar venir eləməyə. Bu düzgün deyil. Əslində venir müəyyən yaşdan sonra, 30 yaşdan sonra daha çox tövsiyə olunur. Bir də ki, kimsə efirdədirsə, gülüşü çox önəmlidirsə, aktyordur bəlkə və yaxud daha çox insan içərisində olur, o insanlar üçün tövsiyə olunur. Hiss olunur da kənardan, hə? Yəni əslində hiss olunmaya da bilər. Sadəcə Azərbaycanda biraz
Rəng seçimi. Səhv trend var. Yəni məsələn Rəng seçimi, doğru deyil. dovşan diş tipli belə deyim də istəklər özəlliklə xanım pasientlərdə çoxdur. Mən belə deyim də, mən öz üzərimə düşən şey eləyirəm ki, pasientlər ona getməsin, amma yenə də beyninə qoyan insan varsa gedib hardasa. Dovşan diş dəbdədir. Bir ara yadıma, mən ola bilərəm, bu mən təbii halımdır, amma bir ara yadıma gəlir o dovşan diş məsələsi kompleks yaradırdı insanlarda. 90-cı illərdə, 2000-lərdə. Elə bir iki dənə deyir, saqqızı qoymuşlar qabağa çıxmışlar. İndi o dəbdə də. Hardan gəlib o bizə dəb? Niyə xoşlayırlar ki onu? Bizim ümumiyyətlə Azərbaycanda fərqli estetik plastik əməliyyatların dəbliliyi var. Yəni mən Türkiyədə də görməmişəm, başqa ölkələrdə də çox görməmişəm. Bilmirəm, bizdə hardansa hardan gəlirsə, hardasa gəlir də burada. Ya kimisə belə deyim də, əslində bunun da məncə səbəbi budur ki, məşhur olan insanlar onu elətdirirlər və insanlar da onu elə bir ki bənzəmək istəyirlər. Ona görə ola bilsin ki, belə. Mən xatırlayamıram ki, sadəcə bizdə kimdir belə məşhur dovşan diş. Yəni Hollywood film, Hollywood ulduzlarına baxsan görsən ki, onlar da yoxdur. Hollywood normaldır. Əslində zaten Hollywood gülüşü deyilən bir şey var. Onlarınki daha belə. O yazıqlarda təbiidir də. Onlarda biraz daha təbiimsi görünür. Bizdə amma biraz ən təbiisi Ronaldo idi. O Braziliyalı Ronaldo'dan bilmirəm. Bu yadıma gəlir yoxsa yox. İndi o da dovşan dişidir. İndi bir çox hallarda təbii ki, biz hər birimiz bu vinillərlə bunun da xüsusi olaraq ziyanları var. Çünki biz bildiyimizə görə dişin ön hissəsi yonulur və istər-istəməz öndə də olan hansısa bir hissə var da, sən artıq onu mina qatını artıq məhv eləmiş olsa, düzdürmü? O bərpa olunur yenidən. Yəni sabah bir nəfər vinil vurdu, onu çıxartsa nə baş verəcək? Yəni o yonulmuş hissə qalacaq. Yəni orada hər hansı bir bərpa olmayacaq. Yəni belə deyim, vinil çıxarıldısa yeni vinil qoyulmalıdır. Yoxsa orada o form qalır. Çox nadir hallarda bəzi insanlarda dişlərdə diastema deyirik, yəni aralıqlar olur. O zaman yonulmadan da bəzən eləmək olur, amma bu belə deyim, ümumi kütləni götürəndə bu 1%-dən aşağıdır, yəni ki. Məsəl üçün internetdə bəlkə görə bilərsiniz, ingiliscə prepless veneer, yəni yonulmadan veneer, amma bu əslində azdır. Hətta məşhur veneer düzəldən həkim var, Duval, bir dişi 2500 avroya düzəldir Dubayda. Onun belə texniki ilə biz İstanbulda söhbət eləndə o belə deyir ki, biz yonulmadan yazdıqlarımızın belə çoxu əslində yonulun dişlərdir. İstərsəniz az da olsa mütləq şəkildə yonulur. Çünki dişin o hissəsi pürüzləndirilir və o yapışdırma zamanı o daha yaxşı yapışma gücünə səbəb olur. Yəni belə sürüşkən bir yerə yapışdırmaq təbii ki, çətin olduğuna görə o bir balaca üstü yonulmalıdır. Sualların qutanında deyəsən, mən də bir-iki dənə problem var. Buyur, mən istəyirəm ki, sən də sualları ünvanlayasan. O estetik məsələsinə yenidən qayıdarıq, amma bu dişlərin qorunub saxlanması var da, hansı ki bu uşaq yaşlarından etibarən elə şeylər var ki, eləməlisən ki, dişlərin normal vəziyyətdə qalsın. Nədir onları yaxşı saxlayan, yaxşı bəsləyən? Məsələn, bir ailədən 2 uşaq var ki, birinin dişləri möhkəm olur, digərinin dişləri ovula-ovula, çürüyə-çürüyə gedir. Səbəb nədir burada? Burada ta başa getdikdə, burada ilk öncə ananın hamilə qaldığı dövrdəki kalsium miqdarı, D vitamini miqdarı ilk başda o rol oynayır. Yəni ola bilər ki, ananın ilk uşağında hər şey qaydasında olsun, amma ikinci uşağında anada artıq kalsium azlığı var. Bu birinci təsir edən faktordur. İkinci təsir edən faktor ola bilər ki, evdə bir uşaq şirniyyatı çox sevir və şirniyyat çox yeyir. O bir uşağın şirniyyatla yox, daha çox meyvə ilə məsələn arası var. O da ikinci faktordur. Üçüncüsü ana və atalar genəldə uşaqların süd dişləri belə deyim də tərpənəndə çıxardırlar və yaxud çürüyəndə də çıxarırlar. O əslində düzgün deyil. Süd dişi əslində təmir olunmalıdır. Yəni belə deyim, müalicə olunmalıdır. Çünki süd dişi əgər müalicə olunmasa, çürük qalsa ağızda istər-istəməz bakteriyalar olur. O streptokokus, stafilokokus və s. kimi bakteriyalar var. Həmin bakteriyalar altdan gələn dişin mayasında pozduğuna görə ilərdə də həmin dişlərdə, daimi çıxan dişlərdə artıq belə deyim çürümə meydana gəlir. Normalda insan 20 süd dişi olur, 32 daimi dişi olur əsasən. O 20 süd dişinə əgər yaxşı baxılmasa, ağızda çürük çox olsa, çıxan daimi dişlərdə də problem olur. Bir də ən böyük problem odur ki, uşaqların dişləri çürüyən kimi çıxardılar və dişlərdə sonra əyilmələr meydana gəlir. Çünki diş oradan çıxarıldıqda altdan gələn dişlər ora doğru gələndə yer çatmaya bilir. Ona görə ya dişi gömülü qalır və yaxud dişi əyri çıxır. Ona görə bu da vacibdir. Yəni əslində uşaq diş həkimliyi ona görə son 3-4 ildə çox trenddədir. Braket var da başa yox? Braket var, amma ki belə deyim, əslində tövsiyə edirsiniz breketə? 100%.
Yəni brekет çünki hansı hər yaşlı adam? Məsələn, çünki mən yaşlı adamlarla, ya orta yaşlı insanlar da görmüşəm. belə deyim, breketdən mənim yoldaşım da istifadə diş həkimdir. Biz Aha. 40 yaşında o ortodontiya üzrə əsasən diş əyrilikləri üzrə əsasən ixtisaslaşıb 40 yaşında pasiyentə də eləyirik. 7 yaşında insana da Mənası var 40 yaşında insana. Əlbəttə Bir şeydən sonra zaten dişlər yavaş-yavaş tökülməyə başlayacaq. İmplant dişlər orada olacaq da biz orada. baxırıq, ilk öncə xəstədən panorama rentgen çəkirik. Baxırıq ki, sümük əriməsi varmı, dişlər normaldırmı, hər şey qaydasındadırmı? Hər şey zaten okey olduqdan sonra biz onu qəbul edirik, yoxsa çox da tövsiyə eləmirik əlbəttə ki. İmplant mövzusuna qısa olaraq toxunaq və ondan sonra yekunlaşdırarıq verilişimizi. İmplant mövzusunda isə istəyərdik ki, insanlara nə tövsiyə edirsiniz, nəyə xüsusi olaraq diqqət yetirsinlər, hansı ölkənin istehsal olan implantlar daha yaxşıdır. Bildiyimə görə artıq yenə bu sahədə çox inkişaf eləməkdədir, çox sürətlə inkişaf edir. İstəyirik ki, bu barədə biraz söhbət Ümumiyyətlə edəcəksiniz. dünyada hal-hazırda 1000-dən çox implant markası var və implantların bir çoxunun markası daha doğrusu materialı titanium materialdır. Sadəcə fərqlilikləri nədir? Bəziləri daha keyfiyyətli titaniumdan istehsal olunur, bəziləri isə biraz daha keyfiyyətsiz titaniumdan istifadə olunur. Plus bu titaniumların Zirkon. Zirkon onun üstündə olan qapaq hissəsidir. İmplant fikirləşin ki, dişin kök hissəsidir. Zirkon isə onun üstünə gələn qapaq hissəsidir. Düzdür, zirkondan olan implantlar da var, amma Azərbaycanda yoxdur. Qiyməti çox baha olduğu üçün və Bizə həkimlər zirkon adıyla satırlar, yox? Yox, zirkon implant olmur. Zirkon implant, zirkon üstü olur, implant isə onun alt hissəsi olur. Yəni zirkon daha sonra bir 2 ay, 3 ay sonrasında üstünə zirkon qapaq qoyula bilər. Nə vaxt ümumiyyətlə tövsiyə olunur ki, insan ondan istifadə etsin? Hansı halda tövsiyə olunur? Bəli. Diş çəkildi, artıq müasir dövrdə demək olar ki, biz diş çəkdiyimiz andan etibarən implantı qoyuruq. Yəni dişi çəkirik, eyni gün implant qoyuruq 90% hallarda. Niyə? Çünki sümük diş çəkildikdən sonra avtomatik sürətli bir şəkildə əriməyə başlayır. Sümüyün belə deyim, yapısı, forması süngər kimidir. Yumşaqdır əslində qalsa belə deyim də. Zaman keçdikcə o əriməyə başlayır. Yəni möhkəm görünsə də zaman keçdikcə alt sənədə özəlliklə sürətli əriyir, çünki qravitasiya qüvvəti var. Amma üst sənədə də sümük zaten normalda çox yumşaqdır. Üst sənə sümüyü alt sənədən daha yumşaqdır. Üst sənədə də sürətli əriyir. Ona görə tövsiyə edirik ki, diş çəkimindən etibarən maksimum 1 il ərzində implant elətdirin ki, sümük orada qorunsun. Qaldı ki, implantların əgər orada bayaq fərqlərini dedik, fərqlər də budur ki, implantlarda birinci titanium keyfiyyəti önəmlidir. İkincisi, bəzi implantlar 60-70 ildə artıq istifadə olunur və onların araşdırma nəticəsində daha yaxşı olduğu artıq belə deyim isbatlanıb. Və eyni zamanda müasir dövrdə artıq implantlarda SLA dediyimiz bir səth var ki, bu sümükləşmə prosesini sürətləndirir. Məsələn, keçən ay və ondan əvvəlki ay pasiyentlərim vardı. Biri İraqa getdi səfirlikdə işləməyə, digəri isə Amsterdama getdi işləməyə. Mən implantı qoydum, 1 ay sonra üzərinə qapaq qoydum artıq. Belə deyim, normalda amma digər implantlarda 3 ay ən az gözləmək lazım olur. SLA səthli implantlarda bunları araşdırmaq lazımdır. Ən məşhur bilinən implant markası Straumanndır əlbəttə ki, dünyada ən bahalı olan. Qiymətləri hardasa 1100-1500 manat arası dəyişir hal-hazırda şəhərdə. O tövsiyə olunur. Daha sonrasında artıq pasiyentlərin büdcəsi çatmırsa, belə deyim, hal-hazırda bazarda ən yaxşı implant markaları Koreyadır. Hamının bildiyinin əksinə Almaniya yox, Koreyadır. Çünki Koreyada elə bir sistem qurulub ki, bir implant markasının fabriki bağlansa belə elə düzəldiblər ki, ara hissələri o biri markanın ara hissələri buna uyğunlaşır. Normalda implantların ara parçaları ki var, onlar fərqli olur. Əgər bir implant markası bağlanıbsa, sonra onu tapmaq çox çətin olur. Qızıl diş qoyursunuz yoxsa yox? Qızıl diş var idi. Var idi belə belə adamlar. adamlar. Diş həkimi olub. Onların dövründə qızıl diş çox mod idi. Dəvli idi bəli. İndi Azərbaycanda var idi isə. Demək olar ki, yoxdur. Türkmənistanda var hal-hazırda bir dənə. Başqa postsovet ölkələrin bir ikisində var, amma Azərbaycanda demək olar ki, yoxdur. Amma Amerikada bir dənə var, qaş falan vururlar. Reperlər falan onlarda belə deyim var. Əslində qızıl diş ən sağlam dişdir, diş ətinə uyumluluq və s. Sadəcə olaraq estetik baxımdan yaxşı deyil. Hələ yaxşı deyil. Və son 1 dəqiqə yarım diş macunları ilə bağlı ad çəkməyək, amma seçimimizi necə edək? O yaşıl, göy, qırmızı. Belə deyim, onlar ştrixlənmə var. Onlar çox belə deyim, çox biraz trenddə oldu bir ara ki, hə bunu almayın, onu alın, amma mən belə deyim, mən pasiyentlərimə digər bir çox insan əksinə deyirəm ki, təbii tərkibli olanları istifadə edin. Çünki hal-hazırda diş macunlarının içində
40-a yaxın maddə var ki, bunların da hansı necədir, nədir, onu biraz anlamaq biraz çətindir. Ona görə təbii tərkibli açıq macunlar istifadə etməyi daha çox tövsiyə edirəm. Bir də elektrikli diş fırçalarını çox tövsiyə edirəm. Doğrudan. Bəziləri eləmir, bəziləri eləyir. Bu nədir? Məndə Belə- var. Mən təsəvvür ikisindən də istifadə edirəm. Çünki bəzi həkimlər deyirlər ki, "Yo, elektrikli o dövr eləyən yaxşı deyil, çünki tam olaraq təmizləmir." Mən də nə edeyim, götürürəm ənəvidən istifadə edirəm, ondan sonra ondan istifadə edirəm. Yox, 2 ayda bir fırçanın uzunluğunu dəyişmək lazımdır. Diş O ipi heç. istifadə etmək Aha, lazımdır. o heç. Bayaq Aydın məsələ. dediyim kimi Təmizləmək istifadə etmək lazımdır. lazımdır. Bir də fırçanı istifadə edəndə dişə bastırmamaq lazımdır. Çünki bastırdıqca uzun müddətdə mina qatı zədələnir və əriməyə başlayır. Ona görə Amma biraz qəşəng təmizdir də, qəşəng ağardır. Daha yaxşıdır, bəli. Mən 5 ildir istifadə edirəm, ağzımda elə demək olar ki, çürük yaranmır. Çox sağ olun, təşəkkür edirik. Minnətdaram, Heyf, sağ olun. bu tıxac ucbatından biraz gec gəldiniz. Yoxsa Bəli, bəli. daha belə geniş formada danışardıq. Minnətdarıq. Studiyamızın qonağı stomatoloq Fuad Nağzadə ilə danışdıq.